Məşəəllah. Bəzən yazılarkən səhv yazılır və yazılışın səhv olması tələffüzün də səhv olmasına səbəb ola bilir. Məsələ diqqət yetirək. Mim hərfi səhvən şin hərfinə bitişdirilir. Məşəəllah yazılışı və tələffüzü səhvdir. İkinci şin hərfi sanki təşdidlənir. Məşəəllah. Bu da yazılış və tələffüz səhvdir. İnşallah hansı mənaya gəlir, onu öyrənməyə çalışaq. Mə işlənmə yerindən asılı olaraq bir neçə mənaya gəlir. Bəzən sual ədatı kimi işlədilir. Məsələ, həzə bu deməkdir. Mə həzə bu nədir deməkdir. Bəzən keçmiş zamanda inkarı bildirir. Məsələ, kətəbtu yazdım, mə kətəbtu yazmadım. Bəzən bugün öyrənəcəyimiz o şey ki mənasını bildirir. Məsələ, məşəəllah o şey ki Allah istəyir və yaxud Allahın istədiyi kimidir və yaxud Allahın istədiyi kimi olub. Əfsuslar olsun ki, bəzi vaxtlarda bu gözəl ifadəni düzgün olmayan yerlərdə istifadə edirik. Quran-ı Kərimin Kəhf surəsinin 39-cu ayəsində uca Allahımız iki şəxsin dialoqu vasitəsilə bizə gözəl bir mesaj ötürür ki, bu gözəl ifadəni biz harada və necə istifadə edə bilərik. Deməli, bu şəxslərdən biri təkəbbürlü, geniş bağı olan və bu bağın neymətlərinin bitməyəcəyini zənn edən bir insan olur. Bu təkəbbürlü halda bağına heç nə demədən daxil olur və növbəti şəxs buna bu cür bir xitab edir. Bismillahirrahmanirrahim. وَلَوْلَا إِذْ دَخَلْتَ جَنَّتَكَ قُلْتَ مَا شَاءَ اللّٰهِ. Kaş bağına girdiğin zaman deyəydin ki, məşəəllah, yəni Allahın dilədiyi kimi olub. Sonra buyurur, la quvvətə illə billah. Qüvvət yalnız Allaha məxsusdur. Deməli, bizə də aydın olur ki, qarşımıza bir neymət, bir gözəlliklər çıxdıqda biz də məşəəllah deməliyik. Bunu deməklə biz bütün neymətlərin, gözəlliklərin uca Allahımız tərəfindən olduğunu sanki bildiririk və özümüz də təkəbbürlükdən, özünü bəyənmədən, paxıllıqdan sanki uzaq olmuş oluruq. Və inşallah növbəti gələcək neymətlərimizin də gözəl bir şəkildə gəlməsinə sanki səbəb ola bilər. Məşəəllah deməyimiz.